Deməli, e-polis tətbiqi vasitəsilə şikayəti necə etmək lazımdır? E-polis tətbiqinə daxil oluruq. Ana səhifədir. Ana səhifədə fikir verirsinizsə, elektron müraciət düyməsi var. Bunun üzərinə vururuq. Bunun üzərinə vurandan sonra müraciət et düyməsinin üzərinə vururuq. Burada məlumatlar çıxır. Bunları düzgünlüyünü yoxlayırsınız. Faktiki yaşayış yeri, mobil nömrə, e-poçt ünvanı. Sonra davam et düyməsini vurursunuz. Burada qaydalar çıxır. Davam et düyməsini vurursunuz və əsas məsələ buradır. Kateqoriyanı seçirsiniz, digər kateqoriya. Yəni kim müraciət edir? İkinci, Daxili İşlər Nazirliyinə seçirsiniz. Müraciətin növü şikayət, cavabdehin kateqoriyası Daxili İşlər orqanı və ya əməkdar. Müraciətin mövzusu, gəlirsiniz, düşürsünüz bura, dövlət xidmətlərinin göstərilməsi. Bunun üzərinə vurursunuz və çıxır burada. Şəxsiyyət vəsiqəsinin verilməsi, yaşayış yeri üzrə qeydiyyat, nəqliyyat vasitəsinin qeydiyyatı, texniki baş və s. Hadisə yerini də seçirsiniz, Binəqədi, Bakı şəhəri Binəqədi rayonu. Binəqədi rayonu yazsaz kifayət edir. Növbətidə burada yazırsınız Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsi. Əməkdaşın adını bilirsinizsə adı, soyadını bilirsinizsə soyadı, ata adını bilirsinizsə ata, vəzifəsi nədirsə qeyd edirsiniz. Adətən bu yol polisininlə bağlıdır. Onların məlumatları, döş nişanı, patrol avtomobilin bort nömrəsi və s. Sizdə isə qeydiyyatla bağlı olduğu üçün bir dənə Baş Dövlət Yol Polis İdarəsi yazırsınız kifayətdir. Sonra növbəti düyməsini vurursunuz, çıxır burada müraciətinin mətni. Yazırsınız, mən filankəs filan tarixdə yaxınlaşdım, filan belə elədim. Mən imtina, yəni ümumi vəziyyəti, prosesi izah edirsiniz 1500 simvoldan çox olmamaq şərti ilə və göndər düyməsini vurursunuz və salam.